Düşmənin snayper ateşi nəticəsində şəhid olmuş Azərbaycan ordusunun əskəri Vüsal Əmiroğlu Əliyev bugün dəfn olunub. Şəhidin cənazəsi doğulduğu Lerkin Noda kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri, şəhidin qulluq etdiyi hərbi hissənin əskər və zabitləri və kənd sakinləri iştirak edirdilər. Mərasimdə səslənən çıxışlarda şəhidin cəsurluğundan danışıldı. Onun timsalında bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq yaşayacağı bildirildi. Şəhidlik elə bir zirvədir ki, hər kəsə nəsib olmur. Mən bugün qardaşım oğlu Vüsalla da fəxr edirəm ki, o böyük bir mərtəbəyə, bu zirvəyə nail olub. Şəhid Vüsal Əliyev yaylım atəşləri altında torpağa tapşırıldı. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı ailə üzvlərinə təqdim edildi. Bugün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti təkcə şəhidlərimizin qisasını almaq əzmində deyil, eyni zamanda qalibiyyət əzmindədir, eyni zamanda işğal altında olan torpaqlarımızı azad etmək əzmindədir və aprel döyüşləri də bunu bütün dünyaya nümayiş etdirdi. 1996-cı ildə anadan olan Vüsal Əliyev bu ilin yanvar ayında hərbi xidmətə yollanmışdı. İyulun 5-də ermənilərin növbəti dəfə təxribat törədərək atəşkəs rejimini pozması nəticəsində Vüsal Əliyev snayperlə vurularaq şəhid olub. Məhəmməd Rzayev, Elşən Əhmədov, Leriç.